Yerüstü suların kadastrı, dövlət su kadastrının vacib hissəsi olaraq ölkənin su ehtiyatlarının davamlı idarə olunması və mühafizəsi üçün əsas vasitədir. Ətraf mühitin qorunması və iqtisadi inkişafın davamlılığı üçün yerüstü su obyektlərinin kadastrı müasir texnologiyalar əsasında aparılması prioritet vəzifələrdəndir. Çaylar, göllər və su anbarları ölkənin su ehtiyatlarının mühüm hissəsini təşkil edir. Su ehtiyatlarının davamlı istifadəsi, su çatışmazlığı risklərinin azaldılması və ekoloji təhlükəsinin təmin olunması üçün yerüstü suların kadastrının aparılması zəruridir. Kadastr məlumatları əsasında suvarma, sənaye və məişət üçün suyun optimal paylanması həyata keçirilir, itkilər və su istifadələr azaldılır. Daşqın, quraqlıq və digər su ilə bağlı təbii fəlakətlərin qarşısının alınması üçün su ehtiyatlarının vəziyyəti barədə dəqiq kadastr məlumatlarının olması vacibdir. Dəqiq kadastr məlumatları su ehtiyatlarının idarə edilməsində şəffaflığı artırır, beynəlxalq standartlara uyğunluğu təmin edir və su resurslarından səmərəli istifadəyə şərait yaradır.